Salam uşaqlar, bugün sizlərlə Çınar yayımlar 5-ci sinif riyaziyyat test toplusundan düzgün olmayan kəsrin qarşı gələ çevrilməsi mövzusuna aid testlərin izahını sizlərlə paylaşacağım. İzaha keçməmişdən öncə sizdən beləcə balaca bir xahişim var. Əgər kanala abunə deyilsinizsə, abunə olmağı, video sizə faydalı gəlirsə, videoları bəyənməyi unutmayın. İndi keçək izahımıza. Deyir ki, birinci sualda hansı bərabərlik doğrudur? Uşaqlar, 6-da 25 düzgün olmayan kəsirini qarşı qayda çevirsək, yəni 25-i 6-ya bölsək düşür 4 dəfə, məxrəc olduğu kimi qalır. Amma qalığımız nədir? 1. Əslində olmalı idi 4,6-da 1. Bu yanlışdır. Ümumiyyətlə B-də yanlışdır, çünki məxrəcdə 4 olmalı, məxrəcimiz 7 olmalıydı. Baxaq C variantına, A da yanlışdır. C-yə baxaq. C-də isə 4-də 35. Uşaqlar, 35-i 4-ə bölsək 8 dəfə düşür. 8 dəfə 4 edir 32. 35-dən 32 alır 3. Yəni düzgün cavab olmalı 8 tam 4-də 3. Bu da yanlışdır. Uşaqlar, D variantını yoxlayaq. Uşaqlar, 43-ü 5-ə bölsəm 8 dəfə düşür. 8 dəfə 5-im 40. 43-dən 40 çıxanda isə 3 alıram. Düzgün cavab 8 tam 5-də 3. Deyir ki, hansı doğru deyil? İkinci sualda. Baxaq. Uşaqlar, 8-də 27. Baxın, qarşığı düzgün olmayan çevirsək, alırıq 8-də. 8 dəfə 3, 24, 3 gəlində 27. Bu doğrudur. Sildik. B variantına uşaqlar, 31-i 6-ya bölsəm 5 dəfə düşür, qalığın 1. 5,6 bir doğru variantdır, sildik. C variantında isə 11-də 53. Uşaqlar, 53-ü 11-ə bölsəm 4 dəfə düşür, qalığında 9 qalır. Düzgün cavabdır, yəni C doğrudur, yəni çevirmə doğrudur. Gəlin baxaq uşaqlar, D variantında 7-də 25. Uşaqlar, 20-i 7-yə bölsəm 3 dəfə düşməlidir. Yəni 3 tam olmalıdır. 3 tam 7-də 4 olmalıdır. Bu yanlışdır. Yəni testin doğru cavabı D variantı. Üçüncü sualda deyir ki, 5 kiçikdir kvadratdan, o da kiçikdir 6-dan olduğuna görə kvadratın yerinə aşağıdakilərdən hansı yazıla bilər? Uşaqlar, 4-də 7 edir 4 tam 4-də 1. 5-də 6 edir 1 tam 5-də 1. 6-da 33 edir 5 tam 6-da 3. 5-də 31 edir 6 tam 5-də 1. İndi uşaqlar, mənim ədədim 5 tamdan 6 tam arasında yerləşməlidir. 4 tam 5 ilə 6 arasında düşmür. 1 tam ümumiyyətlə düşmür. Uşaqlar, 5 tam 6-da 3. Baxın, 5 tam 6-da 3 5 tamdan böyükdür. 6 tamdan kiçik. Ona görə ən düzgün cavabımız C variantı, yəni 5 tam 6-da 3. Yəni 6-da 33 düzgün cavab C variantı. Deyir ki, 9-da 35 kəsiri hansı iki ayrıcı ədəd arasında yerləşir? İlk öncə 9-da 35-i çevirsək, uşaqlar, nə edirik? 35-i bölürük 9-a. Düşür 3 dəfə. 3 dəfə 9-u 27, 35-i 27 8 alıram. Yəni mənim ədədim nədir çevirəndə kəsirim 3 tam 9-da 8. Uşaqlar, 3 tam 9-da 8 3 tamdan böyükdür, amma 4 tamdan kiçikdir. Düzgün cavab B variantı. 7-19 şəklində çevirilərsə nə yazılmalı? Uşaqlar, 19-u 7-yə bölsəm 2 dəfə düşür. Yəni tamam 2-dir. Qalığım isə 5-dir. Yəni bıçağın yerinə 2 yazılmalı. Düzgün cavab A variantı. Verilmiş çevirmələrdən neçəsi doğru çevrilmişdir? Baxaq. Uşaqlar, 6-da 34. 34-ü 6-ya bölsən 5 dəfə düşür. Yəni tamımız 5-dir, amma qalığımız da 4-dür. Doğrudur. Aşağıda 14-də 43. Uşaqlar, 43 14-ə böləndə 3 dəfə düşür. Yəni tamam 3-dür. Qalığım isə 1-dir. O da doğrudur. 19-da 29. Uşaqlar, 29-u 9-a böldüyüm anda 1 dəfə düşür. Yəni tamam 1-dir. Amma qalığım 10. Düzgün cavab 1 tam 19-da 10 olmalı idi. Uşaqlar, 60-ı böləndə 15-ə 4 dəfə düşür. Bu da doğrudur. Tam bölünmə var. Yəni 3-ü doğrudur. Düzgün cavab B variantı. 7-ci sual. Aşağıdakı kəsrlərdən neçəsinin 7 və 8 ədədlər arasında yerləşir? Tamam. Şöyle, birinci kəsrim
57-ni 8-ə bölsəm düşər 7 dəfə, yəni 7 tam 8, qalığım isə 1-dir. Düzgün cavab belə uşaqlar elə A variantıdır. Tam olaraq 8-dən kiçikdir, amma 7-dən də böyükdür. Deyir, qarşı ədədə çevirsək hansı alınır? Şöyle 19-u bölürəm 4-ə. 4 dəfə düşür 16, 3. Yəni, mənim tamım baxın bu 4-dür. Məxrəc olduğu kimi, yəni 4 olduğu kimi qalır. Qalığım 3-dür. 4 tam 4-də 3. Düzgün cavab C variantı. Deyir ki, 9-cu sualdır. 50 manat pulu olan yoldaşlar pulu 9 bərabər yerə bölürlər. Yəni, mən 50-ni 9-a bölməliyəm. Kəsir xəttində 9-da 50. Demişdik axı, bölmə zamanı kəsir xətti bölməni bildirir. Uşaqlar, nəyə çevirməliyik? Qarşıya çevirməliyik. Yəni 50-ni 9-a bölsəm, uşaqlar 5 dəfə düşür. 5 dəfə 9 45. 45 50-dən 45-dən qalır 5. Yəni düzgün cavab 5,9-a 5 A variantı. Ədəd oxununa əsasən A-ya uyğun kəsir hissə hansıdır? Uşaqlar, baxın. 1-dən 2 arasında bir məsafə 1-dir. Bölgülər sayıram uşaqlar. 1, 2, 3, 4, 5. 5 dənə bölgü var. Demək ki, artıq mən 5-də 1, 5-də 1, 5-də 1 vahid artım var. Yəni, onda olur A-nın kəsir hissəsi 5-də 4. Amma tamımız da var uşaqlar. 1 tamdır bu. 1 tam 5-də 4. Düzgün cavab B variantı. 11-ci sual təsvirə uyğun kəsir hansıdır uşaqlar? Tam olaraq 2 tamdır. Baxın, 2 tamımız var. Kəsir 4 yerə bölüb. Məxrəcdə 4 var, amma 4-dən də 1-ini götürür. 2 tam 4-də 1. Düzgün cavab A variantı. Deyir ki, 12-ci sual təsvirə uyğun A tam STB şəklində yazılır. A üstə gəl B vur C. Hansı ədədə uyğundur? Uşaqlar, A tam, yəni 1 tamımız var. Bütöv tamdır. 1 tam. Neçə bölgəyə bölünüb? Sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-dən də 3-ü rənglənib. Tamam. Onda A'mız 1-dir. B'miz 3-dür. C'miz 8-dir. Deyir, A üstə gəl B. Yəni, A üstə gəl B 4 edir. 4-ə vuracam 8-ə 32. Düzgün cavab B variantı. Şöyle davam edək B variantı ilə. Deyir ki, hansı kəsiri qarşı ədədə çevirmək olar? Hansı kəsiri qarşı ədədə çevirmək olar? Düzgün olmayan kəsiri. 4-də 3 düzgün kəsirdir. Qarşıya çevirmək olmaz. 9-da 8 düzgün kəsirdir. Qarşıya çevirmək olmaz. 7-də 1 düzgün kəsirdir. Olmaz. Düzgün cavab 8-də 15. Deyir ki, 6-da 23 kəsirini qarşıya çevirək. 23 uşaqlar bölürük 6-ya. 3 dəfə düşür. 3 dəfə 6, 18. Çıxanda alırıq 5. Yəni 3 tam 6-da 5. Düzgün cavab D variantı. 5-də 13 kəsirini qarşı ədədə çevirsək sürətdə neçə olar? Bax uşaqlar, 13-ü 5-ə bölsəm düşür 2 dəfə. 2 tam 5-də 3 sürətdə 3 olar. Düzgün cavab elə B variantı. Deyir ki, A-ya uyğun ədədi düzgün olmayan kəsir şəklində göstərin. Uşaqlar, göstərək, baxın. Bölgülər sayısı 1, 2, 3 dənə bölgü var. Arasındakı fərq 1-ə bərabərdir. Yəni olur 3-də 1, 3-də 1, 3-də 1 vahid artır. Amma 2 tam 3-də 1. Aydındır. Əgər baxın A burada olsaydı, deyərdim ki 2 tam 3-də 2. Amma A'nın yeri birinci yerdə durduğuna görə olur 2 tam 3-də 1. Düzgün olmayan kəsirə çevirsək 3-də 2 dəfə 3, 6. Üstə bir gəndə 7. Düzgün cavab 3-də 7 A variantı. Deyir ki, qarşı ədədə çevirək və tam üstə uyğun ədədi yazmalıyıq. Baxaq. Uşaqlar, 50-ni 7-yə bölsəm düşür 7 dəfə. 7 tam 7-də qalığımız 1-dir. Tam isə 7 yazmalıyıq. Düzgün cavab A variantı. Uşaqlar, davam edək. 6-cı sualda hansı kəsiri qarşı ədədə çevirdikdə tam hissə 5 alınır? Baxaq. 13-ü 5-ə bölsəm 2 tam düşür. 18-i 4-ə bölsəm 4 tam düşür. 37-ni 5-ə bölsəm 5 dəfə düşür. Yəni 5 tam 7-də 2. Düzgün cavab C variantı. Deyək ki, 35 bölünsün kvadrat bölünmə əməli nəticəsi 8 tam 4-də 3 olarsa,
kvadratı hansı ədədə bərabərdir uşaqlar? Artıq bu 4-dür, 4-ün olduğu görə. Çünki mən sürətsiz 4-dür, məxrəcə bölürəm. Yəni 35-i nəyə bölməliyəm? Məxrəcə. Həqiqətən də bunu çevir də görə bilərik uşaqlar. 4-də 8 dəfə 4, 32, üstə 3 gəlir 35. 35 bölünsün 4. Bölmə əməlində həmişə ikinci yerdə durur məxrəc. Birinci yerdə durur surət. Sonra deyir ki, 8-ə 45 ədədi hansı ardıcıl ədədlər arasında yerləşir? 45-i 8-ə bölsək düşür 5 dəfə. 5 tam 8'də 5. Hansı tam ədədlər arasında yerləşir? 6 tamdan 5 tam arasında. Düzgün cavab B variantı. Uşaqlar, təsvirə uyğun qarşı ədəd hansıdır? Sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bir də sayın 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni 4'də 9. O da 2 tam 4'də 1. Düzgün cavab C variantı. Doğru fikir seçin. Kəsrin sürəti məxrəcindən kiçikdirsə, bu kəsri qarşı ədəd kimi yazmaq olar? Xeyr. Əgər sürət məxrəcdən kiçiksə, bu düzgün kəsirdir. Düzgün kəsiri qarşıya çevirmək olmaz. Düzgün olmayan kəsiri qarşı ədədə çevirdikdə məxrəc olduğu kimi qalır. Bəli. Məxrəc olduğu kimi qalır. Bölmə zamanı alınan qalıq qarşı ədədin tam hissəsidir. Xeyr. Surətindən yazılır. Surəti olur. Qiyməti birdən böyük olan kəsirləri qarşı ədəd şəklində yazmaq olmaz. Olur. Çünki əgər onun qiyməti birdən böyükdürsə, o düzgün olmayan kəsirdir və düzgün olmayan kəsiri biz qarşı ədəd şəklində yaza bilərik. Bu da yanlışdır. Düzgün cavab B variantı. 11-ci sual. Hansı düzgün olmayan kəsir 8 və 9 arasında yerləşir? Yəni 8 tam neçə olmalıdır? Qaydanı uşaqlar, baxaq. Baxaq. Baxın uşaqlar, A bəndinə baxın. 35-i 4-ə bölsəm 8 dəfə düşür. 8 tam 4'də, baxın 8 dəfə 4 32. 35'dən də 32 sana 3 alır. Yəni düzgün cavab elə A variantı 8 tam 4'də 3. Uşaqlar 5'də 43 edir. Çevirsək 8 tam 5'də 3. 7'də 24, 3 tam 7'də 3. 3 tam 8'də 6. Bax uşaqlar. 1, 2, 3. 1'ə C. 2'yə A. 3'ə də D bəndi. Belə. Hələlik bu qədər uşaqlar. Digər videolarda görüşənədək. Sağ olun.